Salam dəyərli izləyicilər, əziz tələbələr, şagirdlər. Bugün sizinlə riyaziyyat sevərlər rubrikasında yenidən görüşürük. Sizlər üçün maraqlı məsələlər, tənliklər həll edəcəyik. Məsələ 1. Tənliyi həll edin. X-in üstü x üstü 5 bərabərdir 100. Əvvəlcə tənliyi yazırıq yenidən. X-in üstü x üstü 5 bərabərdir 100. Və biz burada simmetriklik yaradıb tənliyi sadə bir formaya gətirib sonra həll edək. Görürük ki, sağ tərəf 100-dür, sol tərəf x-in üstü x üstü 5-dir. Sol tərəfi və sağ tərəfi 5-ci dərəcədən qüvvətə yüksəldək. Çünki 5, 100 uyğunluq var, x-in üstü 5. Belə bir düsturdan istifadə edəcəm. A üstü m üstü n-in üstü k. Burada a-nın üstü qüvvət m üstü n olduğundan bu olacaq a üstündə m üstü n vuraq k. Bu düsturu sol tərəfə tətbiq edirəm. Buradan alıram hər iki tərəfi 5-ci dərəcədən qüvvətə yüksəldəndə x-in üstü x üstü 5 və 5-ci dərəcədən qüvvətə yüksəldirik. Bərabərdir 100-ün üstü 5. Buradan çıxır ki və burada 5'i yazıram x-in üstü x üstü 5 vuraq 5. Bu da bərabərdir. 100'ün yerinə yazıram. 100'ün yerinə 10'un kvadratı. 10'un kvadratı qüvvətdə də 5 var. 2 vuraq 5 olur. Buradan alırıq. Və burada bu 5'i yazıram. X-in üstü 5 yerini dəyişirəm vuruqların. X-in üstü 5 ilə 5'in yerine. X-in üstü 5 vuraq x-in üstü 5. Bərabərdir. Sağ tərəfdə 10'un üstü 10 alırıq. Və buradan çıxır ki sol tərəfi x-in üstü 5'i ayrıca yazsaq, mötərəzədə yazsaq x-in üstü 5 qüvvət də x-in üstü 5. Bərabərdir 10 üstü 10. Baxaq. X-in üstü 5 üstü x-in üstü 5 bərabərdir 10 üstü 10. Simmetrikliyə görə elə burada x-in üstü 5 10'a bərabər olacaq. Bu da 10. Buradan alınır ki, çıxır ki x-in üstü 5 bərabərdir 10. Və 5 tək ədəd olduğundan bunu yaza bilərik. X bərabərdir 5-ci dərəcədən kök altında 10. Beləliklə, tələb olunan tənliyin kökü x bərabərdir 5-ci dərəcədən kök altında 10. Məsələ 2. İfadəni sadələşdirir. 12 3 faktorial bölünsün 9 2 faktorial. Biz 2 faktorial haqqında məlumat vermişdik və bilirsiniz ki 9 2 faktorial bərabərdir. Buradakı ədəddən 2 vuruqların hər biri 2 vahid kiçik olur. Məsələn 9 vuraq 7 2 vahid, çıxa 2, 5, 3, 3'dən ikisini çıxanda 1 və 9, 2 faktorialın yazılışı bu şəkildədir. N3 faktorial haqqında mən məlumat verim sizə. Burada 3 hal ola bilər. Birinci, N 3'ə bölünərsə, bölünür. Onda olacaq N3 faktorial bərabərdir. N vuraq n çıxaq 3, n çıxaq 3, n çıxaq 6 və s. olacaq 3. İkinci, n-i 3'ə böləndə qalıq 1 olarsa, qalıq 1 olanda olur n3 faktorial bərabərdir. N vuraq n çıx 3, n çıxılsın 6 və s. 1. Üçüncü hal, əgər n-i 3'ə böləndə 3'ə qalıq 2 olarsa, qalıq 2, onda n3 faktorial bərabər olacaq n vuraq n çıx 3, olacaq n çıx 6 və s. vuraq 2. Bizdə isə 12 faktorialdır. 12 3 faktorialdır. Bu bərabər olacaq. 12 çıxaq 3'ə bölünür.
birinci hala uyğundur. 12 3'ə bölünür. Onda olacaq 12, 12 çıxar 3 9, 9 çıxar 3 6, 6 çıxar 3 3 və ayırdıq bu şəkildə. Götürüb kəsirdə yerinə yazsaq 12 3 faktorial bölünsün 9 2 faktorial bərabərdir. Qiymətləri yerinə yazırıq. 9 vuraq 7 vuraq 5 vuraq 3 vuraq 1. Burada isə surətdə 12 vuraq 9 vuraq 6 vuraq 3. 9'lar ixtisar oldu. 3'lər ixtisar oldu. Surətdə 12 vuraq 6. Məxrəcdə 7 vuraq 5 qaldı. Bərabərdir 72 bölək 5 dəfə 7 35. Beləliklə tələb olunan kəsiri sadələşdirikdə 35'də 72 alırıq. Məsələ 3 tənliyi həll edin. 3-cü dərəcədən kök altı x üstə gəl 2 çıxaq 3-cü dərəcədən kök altında x çıxaq 2 bərabərdir 1. Tənlik irrasional tənlikdir. Yenidən yazıram. 3-cü dərəcədən kök altında x üstə gəl 2 çıxaq 3-cü dərəcədən kök altında x çıxaq 2 bərabərdir 1. Və tənlik 3-cü dərəcədən kök altı olduğundan hər iki tərəfi 3-cü dərəcədən qüvvətə yüksəltmək olar. Məlumdur ki, a çıxaq b-nin kubu bərabərdir. A kub çıxaq 3a kvadrat b üstə gəl 3ab kvadrat çıxılsın b kub. Və mən bunu belə yaza bilərəm. A kub çıxaq b kub çıxaq 3ab a çıxaq b. Bax, biz bu düsturu götürüb axırıncı formada tətbiq edirik. Hər iki tərəfi kuba yüksəldəndə. Buradan alırıq ki, 3-cü dərəcədən kub kök altı x üstə gəl 2 çıxaq 3-cü dərəcədən x kök altı x çıxaq 2 bərabərdir. Üstü 3 bərabərdir 1'in kubu. Buradan alırıq və bu düsturun axırıncı formasını tətbiq edirik. Bunun kubu verdi x üstə gəl 2. Bu da çıxaq x üstə gəl 2 oldu. Sonra olacaq çıxaq 3ab çıxaq 3 kub kök altda x üstə gəl 2 vuraq kub kök altda x çıxaq 2 və vuraq sətirdən sətirə keçib vuraq işarəsi deməli olacaq 3-cü dərəcədən kök altda x üstə gəl 2 çıxaq 3-cü dərəcədən kök altda x çıxaq 2 bərabərdir 1'in kubu 1. Bu ifadə elə tənliyin, verilən tənliyin sol tərəfi olduğundan bu 1'ə bərabərdir. Buradan alırıq ki, burada x'lər ixtisar oldu, qaldı 4, çıxaq 3 vuraq, kub kök altında x kvadrat çıxaq 4 alırıq. Və bu da bərabər, bu 1 olduğundan bərabərdir vahidə. Buradan aldıq 3-cü dərəcədən 3 vuraq 3-cü dərəcədən x kvadrat çıxaq 4 bərabərdir 4 çıxaq 1 3'ə. 3'lər ixtisar oldu, qaldı 3-cü dərəcədən kök altında x kvadrat çıxaq 4 bərabərdir 1. Kuba yüksəldəndə buradan alıram x kvadrat çıxaq 4 bərabərdir vahidə. Buradan da aldıq ki, x kvadrat bərabərdir 5'ə. 4 üstə gəl 1, aldıq x 1 2 bərabərdir. Üstə gəl çıxaq kök altında 5. Beləliklə verilən tənliyin 2 kökü var. x1 bərabərdir kök altında 5, x2 bərabərdir mənfi kök altında 5. Məsələ 4. Hasili 3 qat faktorialla ifadə edin. 2 vuraq 11 vuraq 20 vuraq 8 vuraq 23 vuraq 14. Deməli bu ədədi biz 3 faktorialla ifadə eləmək istəyirik. Və götürürəm mən nə edirəm? Bu ədədlər hasilini bunu azalma sırasında yazıram. Deməli olacaq 23 vuraq 20, sonra 14, 14, 11, 8, 2. Və bilirik ki, 3 qat faktorialda hər bir vuruq özündən əvvəlkindən 3 vahid kiçik olur. Ondan mən bu ifadəni belə yaza bilirəm, bərabərdir. Göründüyü kimi 23 vuraq 20. 3 vahid kiçik 20. 20'də 20 ilə 14 arasında elə bir ədəd yazmaq lazımdır ki, o faktorialla belə gətirsin. O nə olacaq? 3'ünü çıxanda olur 17.
Deməli, vuraq 17 yazıram, sonra 14'ün özünü yazıram. Və burada 14'dən sonra 11 yazmaq olar. 11'dən sonra 8'i də yazmaq olar. 8'dən 3'ünü çıxanda 5 edir. Deməli, vuraq 5 yazıram. 5'dən də 3'ünü çıxanda qaldı. Burada vuraq 2. Və göründüyü kimi verilən ifadəni mən 17 və 5'ə əlavə elədim. Onda bu ifadənin özünü də 17 vuraq 5'ə bölsək, 17 vuraq 5'ə bölürəm. Onda ifadəmizin özünə bərabər olur. Surəti isə artıq yeni kəsir, burada kəsirdə 23 faktorial əmələ gətirdi. Deməli, surət verir 23 faktorial, 3 faktorial, bölünsün 17 vuraq 5, 5 dəfə 7, 35, 85. Beləliklə, verilən ədədlər hasilini biz 3 qat faktorialla ifadə etmiş olduq. Məsələ 5. Y üstə gəl 8 bölək y üstə gəl 3 bərabərdir x bölək 4. Tənliyini ödəyən x, y natural ədədlərini tapın. Tənliyi yazıram y üstə gəl 8 bölünsün y üstə gəl 3 bərabərdir x bölək 4'ə. Və mən burada x-i y-lə və yaxud y-x ilə ifadə eləməliyəm ki, sadə alınsın. Bunun üçün sol tərəfi belə yaza bilərəm. Bu ekvivalentdir. Y üstə gəl 8, y üstə gəl 3 ilə ifadə eləmək olar. Y üstə gəl 3, üstə gəl 5 yazırıq. Bölünsün y üstə gəl 3 bərabərdir x bölək 4. Və burada y bölək 3'ü bölürəm əvvəlcə y üstə gəl 2'ə, sonra 5'i bölürəm. 2 kəsirə parçalayırıq. Buradan da ekvivalenti alırıq. 1, y üstə gəl 2, y üstə gələndə böləndə, üstə gəl 5 bölək, y üstə gəl 3 bərabərdir x bölək 4'ə. Buradan tapırıq ki, 5 bölək y üstə gəl 3, 5 bölək y üstə gəl 3 bərabərdir x bölək 4 çıxılsın 1, vahidi keçirdim sağ tərəfə və buradan alırıq 5 bölək y üstə gəl 3 bərabərdir x çıxaq 4 bölək 4. Tənasüb kimi açsaq, alıram x çıxaq 4 vuraq y üstə gəl 3 bərabərdir 20'yə. Buradan da x çıxaq 4'ü tapırıq. X çıxaq 4 bərabərdir 20 bölək y üstə gəl 3 və x-i tapaq. X bərabərdir 20 bölək y üstə gəl 3 üstə gəl 4. Görürük ki, burada artıq natural həlləri tapa bilərik. X natural, 4 natural. Onda burada hansı hallar ola bilər? Məxrəc y üstə gəl 3, y bərabərdir 1 olanda 4 olur, y bərabərdir 1 olduqda 4, 20'ni 4'ə 5, x 9'a bərabərdir. İkinci hal, y 2 olanda 5 olur məxrəc, 20'ni 5'ə böləndə y bərabərdir 2 olanda 4, 4 üstə gedir, x 8 oldu. Və üçüncü hal, y bərabərdir 7 olduqda 20 bölək 10, 2, x bərabərdir 6 oldu. Və dördüncü hal, y bərabərdir 17 olanda 20 oldu, 20 bölək 21, x bərabərdir 5 oldu. Beləliklə, həllər cütü 1, 9, 2, 8, 7, 6 və 17, 5. Həllər cütü bu şəkildə. Y, x şəklində belə ifadə ilə 4 həlli var. Verilən həlin 4 natural həlli. Məsələ 6. Hansı böyükdür? A bərabərdir. Kök altda 24, çıxar kök altda 23. B bərabərdir 0,1. Deməli, A irrasional ədəddir, B rasional ədəddir. A-nı götürürük, A bərabərdir. Kök altda 24, çıxılsın kök altda 23. Və mən bilirəm, bunu öz qoşmasına vurub bölürəm. Yəni, bu bərabərdir. Məxrəcdə kök altda 24, üstə gəl kök altda 23. Surətdə olacaq kök altda 24, çıxaq kök altda 23.
Vurulsun kök altında 24, üste gel kök altında 23. Bu da beraberdir. Çevirək. Surətdə A çıxaq B, vuraq A üstə gəl B. Müxtəsər vurma düsturunu tətbiq eləsək, alırıq 24, çıxaq 23. Məxrəcdə kök altında 24, üstə gəl kök altında 23. Və burada surət 1'ə bərabər oldu, kök altında 24, üstə gəl kök altında 23. Məlumdur ki, kök altında 24, üstə gəl kök altında 23, kiçikdir kök altında 25, üstə gəl kök altında 25. Yəni bu da bərabərdir 5, 5, 10 edir. Deməli, bu məxrəcdə olduğundan, onda bu böyük olacaq bundan. Deməli, bu ifadə böyük məxrəcdə olduğundan böyük olacaq. Olacaq böyükdür, böyükdür. 1 bölü kök altında 25, üstə gəl kök altında 25. Belə yaza bilərik. Və buradan çıxır ki, bu böyük olduğundan, buradan çıxır ki, 1 bölü kök altında 24, üstə gəl kök altında 23. Aldıq ki, böyükdür onda 1'dən. Onda 1 də bizim B ədədidir. B bərabərdir 0,1, elə onda 1'dir. Onda nəticədə biz aldıq ki, A ədədi böyükdür B ədədindən. Yəni kök altında 24 çıxaq kök altında 23 böyükdür 0,1'dən. Məsələ 7 hesablayın. Kök altında 5 vuraq kök altında 5, kök altında 5, kök altında 5 sonsuz davam eləyir. Və bizdən tələb olunur ki, bu ifadənin iç-içə köklər ifadəsi hasilini tapma. Yazıram ifadəni. Kökün altında 5, vuraq kök altında 5, kök altında 5, kök altında 5 və s. Sonsuzluğa qədər davam eləyir. Və biz bu ifadəni bir x ədədindən işarə eləyək. X-ə bərabər eləyək. Buradan çıxır ki, hər iki tərəfi kvadrata yüksəlsək, alırıq. Birinci kökdən azad olur. Olur 5 vuraq, kök altında 5, vuraq kök altında 5, kök altı vuraq kök altında 5 və s. Sonsuzluğa qədər iç-içə köklər hasil 5'lər davam edir. Bərabərdir kvadrata yüksəl sağ tərəf verdi x-in kvadratını. İndi fikir verin, bu ifadə 5 vuraq bu ifadə elə verilən ifadənin özüdür. Yəni bu x-in özüdür elə. Bundan mən yaza bilərəm, buradan çıxır ki 5 vuraq x bərabərdir x kvadratına. Bu da natamam kvadrat tənlikdir. Bunu yazırıq. X vuraq x çıxaq 5 bərabərdir 0'a. Buradan alırıq x1 bərabərdir 0. Bu ödəmir, bu sonlu ədəddir və bu ödəmədir, bu kök. Deməli x2 bərabərdir 5 alırıq. Beləliklə tələb olunan iç-içə 5'lərin, kök altı 5'lərin hasilləri cavabı elə 5'ə bərabər. Bununla da bugünkü dərsimizi bitmiş hesab edirəm. Sağ olun, yeni dərslərdə görüşənə.